Doktor, menopauza dövründə qadınlarda rast gəlinən əlamətlər. Menopauza dövrü qadınlarda 40-45, bəzən də 50 yaşından sonra menstrual siklin kəsilməsidir. Ortalama olaraq bütün qadınlarda 50 yaşından sonra 50 yaş ortalama yaş olaraq götürülür, menopauza dövrünə girirlər. Bəzən isə qadınlarda 40 yaşından, 45 yaşından da etibarən menopauza dövrünə girirlər. Erkən menopauza olaraq qiymətləndirilir. Menopauza dövründə menstrual siklin kəsilməsi müşahidə olunur və yaxud da ilkin etapda menstrual siklin, yəni aybaşı siklinin vaxtı-vaxtında mütəmadi olmaması, sonraki etaplarda dövrdə isə tamamilə kəsilməsi kimi bir hal qiymətləndirilir. Menopauza dövründə ilk növbədə tez-tez istilik hallarının yaşanmasıdır. İkinci növbədə osteoporoz, xüsusən də aşağı ətraflarda O şəkilli və yaxud da X-vari ayaqların aşağı ətraflarının əyilməsidir. Barmaqlarda distrofik dəyişikliklərin müşahidə olunması. Üçüncü olaraq qan təzyiqinin qalxması, ürək ritminin tezləşməsi bu kimi hallarda qeyd olunur. Yuxu pozğunluğunu xüsusilə diqqətinizə çatdırmaq istəyirəm ki, qadınlarda yuxu pozğunluğu müşahidə olunur və nəticədə gərginlik, emosional sferada dəyişiklik, saçların tökülməsi, çəki artımının artması bu kimi hallar qeyd olunur. Yaxşı, bəs bütün bunların qarşısını almaq üçün nə etməlidir bu qadınlar? İlk növbədə qadınlar menopauza dövründə ginekoloquna və endokrinoloquna müraciət etməlidir. Çünki hormonal sferada olan dəyişikliyi təbii ki, endokrinoloq tənzimləməli, ginekoloji müayinələri ilə əlaqədar isə, yəni yüksək ultrasəs müayinəsinin olunması da mammoqrafiyanın olunması ginekoloqun təklifi ilə, istiqaməti ilə hərəkət olunmalıdır. Piyada gəzmə, bol-bol meyvə və tərəvəzlərin istifadəsi, su balansını normallaşdırmaq, gün ərzində müxtəlif təbii ki, çəkiyə uyğun olaraq suyun qəbul olunması, mayenin qəbul olunması, idman hərəkətləri ilə, fitnesslə məşğul olma, masaj, tənəffüs hərəkətlərinin artırılması, yəni bunlar hansı hərəkətlərdir? Xüsusən səhər tezdən erkən və axşamlar yatmazdan öncə 15-20 dəqiqə müddətində dərin nəfəs alma, bunlar tənəffüs hərəkətlərini aktivləşdirir, beləliklə qan dövranı yaxşılaşdırır. Əziz xanımlar, menopauza bir xəstəlik deyil, fizioloji bir haldır. Ona görə də onun rahat keçirməyiniz üçün, rahat yaşamağınız üçün mütləq və mütləq mütəmadi olaraq həkimlərinizə müraciət edin.